Növbəti mövzumuz oyunlaşdırma və oyun əsaslı öyrənmədir. Müəllimlər, bilirik ki, indiki dövrdə şagirdlər, əsasən də aşağı sinif şagirdləri interaktiv dərs metodunda, yəni əvvəlki kimi dərslər yalnız mühazirələr şəklində deyil, yəni müəllim izah verir, şagirdlər parta arxasında sakit oturub müəllimi dinləsin, sonra müəllim sual cavab eləsin. Yəni ənənəvi qaydada dərs metodu keçirilmir, yəni şagirdlər bunu sevmir. Yəni şagirdləri dərsə cəlb etmək üçün hər hansı oyunlaşdırma, oyun əsası təlimdən istifadə etmək lazımdır şagirdləri. Yəni ki, maraq oyatmaq lazımdır ki, təlim prosesinə cəlb olunsunlar. Yəni öyrənmə prosesindən oyundan istifadə son dövrlərdə geniş yayılan effektiv metodlardan biridir. Bu metod təlim nəticələrinə çatmaq üçün şagirdləri həvəsləndirir, onları prosesə cəlb edir. Yəni burada əsas ikisində də oyunlaşdırma və oyun əsaslı öyrənmədə əsas məqsəd odur ki, ortaq xüsusiyyət şagirdlərin öyrənməyə marağını artırmaqdır. İndi baxaq görək oyunlaşdırma əsaslı öyrənmə nədir, oyun əsaslı öyrənmə nədir? Oyunlaşdırma üsulunda oyun elementləri ilə tapşırıqlar inteqrasiya edilir. Yəni verilən cavablara uyğun məsəl üçün xal toplama, səviyyə keçməklə nişanlar əldə etmək, liderlər cədvəli, maneələri dəf etmək, burada milyonçu şousu formatında bilik yarışı keçirmək, milyarder formasında və yaxud kim, harda, necə formatında bilik yarışları keçirmək. Yəni burada da şagirdlərin cavablara uyğun xal toplamasına çalışmaqla öyrənməyə marağı, həyəcanı artırmaq olar. Məsələn, il ərzində 5 təqdimat hazırlayan birinci səviyyə üçün nəzərdə tutulan hansısa bir titul, 10 təqdimat hazırlayana başqa bir titul, 15 təqdimat hazırlayana başqa bir titul. Digər üsulda isə liderlər cədvəlindən istifadə edib bu üsulun mənfi xüsusiyyətini də diqqətdə saxlamaq lazımdır. Yəni, beləliklə cədvəldə sonuncu yerləri tutan şagirdlərin ruhdan düşmə ehtimalı var. Xüsusilə aşağı yaş qrupunda bu üsuldan istifadədən çəkinmək lazımdır. Müasir dövrdə oyunlaşdırma üsulunu elektron tətbiqlər vasitəsilə həyata keçirirlər. Yəni, burada deməli, Educate, Quiz, Duolingo kimi oyunlardan istifadə etməklə. Bəs oyun əsaslı öyrənmə nədir? Oyun əsaslı öyrənmə təkcə tapşırıqları deyil, öyrənmə prosesinin özünü bütövlükdə oyun əsaslı qurmağı nəzərdə tutulur. Bax, fərq odur ki, oyunlaşmada tapşırıqlar, yəni oyun şəklində qurulur, ancaq oyun əsaslı öyrənmədə isə öyrənmə prosesi bütövlükdə oyun əsaslı qurmaqdır. Məsələn, hansı əsəri öyrənmək üçün orada olan obrazları səhnəcikləşdirmək, orada olan məlumatları səhnəcikləşdirmək və yaxud alış-verişlə bağlı yeni sözləri kontekstdə tətbiq etmək üçün kiçik yarmarka təşkil etmək, bir başqa nümunəyə müraciət etsək, böyük həcmli mətni xırda hissələrə bölüb şagirdlərin bayaq da qeyd etdiyimiz kimi təmsilçi rolunda təqdimat etməsinə şərait yaratmaq. Məsələn, Azərbaycan iqlim tiplərini ərazilər üzrə öyrənərkən hər bir şagirdə sevdiyi və qohumlarının yaşadığı, görmək istədiyi rayonu həvalə etmək olar. Məsələn, Kür-Araz ovalığında yerləşirəm, yayım isti quraq keçir, yayın istilindən şikayətlənən çoxdur. Amma bunun faydaları da var. Burada nar, tut kimi meyvələr, çeşid-çeşid tərəvəzlər bol günəş enerjisi sayəsində yetişir. Bununla yanaşı burada yağıntı, quraqlıq olur. Yəni yerləşdiyimiz iqlimin yəni ki, mənfi və müsbət tərəflərini də burada qeyd edirik. Bundan başqa onlayn platformalarda olan yəni oyunları da qeyd etmək olar. Block Games, Codres, oyun vasitəsi öyrənmə prosesinin təşkil edilməsi bir çox cəhətdən faydalıdır. Bir sıra üstünlüklərini sadalamaq olar. 1. Dərsi öyrənməyə maraq oyadır, interaktiv şagirdlərin iştirakçılığı artır, yerində sürətli əks əlaqə olur, mərhələli, pilləli inkişaf olur, kontekstdə, yəni ümumi şəkildə öyrənməni təmin edir, əməkdaşlığı və sosial öyrənməyə imkan yaradır. Bir məsələni də müəllimlər diqqətə saxlamaq lazımdır ki, oyunla öyrənmə zamanı məqsəd göz ardı edilmədən təşkil edilməlidir. Yəni burada birinci dərəcəli məqsəd şagirdlərin əylənməsi yox, ümumiyyətlə məqsəd təlim nəticələrinə nail olmaqdır.